Sen avıllısan, biz de axmaqıq. Döner oyununu anlamırıq. Sizin tam eksiniz. Yenidən deyirəm. Bahis oyununun gölgesinde. Spor Toto oyunu daha çok teşvik etmeli olduğunuz halde, daha çok oynanmasını təmin etmeli olduğunuz halde ettiğiniz bu xəyanətdir. Qiyməti artırın. İnsanlar Spor Toto'dan daha ve uzaklaştırırsınız, düşünürsünüz ki hasrat daha da artacak. Ne gözləyirsiniz? Yani indi 20 milyon hasrat, bir anda 70 milyon, 80 milyon falan mı olacak düşünürsünüz? Ayıp olsun dostlar. Ey. Son derece əsəbiyəm dediyim kimi çox gözəl bir yayım hazırlamışdım sizlər üçün. Amma bu mühitdə belə bir gündə bu qiymət artımı xəbərini almışkən sizlərə aferin az zarafat edər kimi dostlar. İdman mərcinizi belə oynayın, elə oynayın, buna diqqət edin, ona diqqət edin demək. Çox üzr istəyirəm, mənə baxdığı. Yaxşı niyyətlə deyim zarafat. Edər kimi gəldi, siz anladınız nə deməyə çalışdığımı. Ona görə də mən bu videonu yayımlamaktan imtina etdim. Biz əvvəlcə bu qiymət artımı məsələsini həll edək. Sonra, zaten günlər bizim hər cür söhbətimizi də edərik, yayınımızı da edərik. Dostlar, yenidən Spor Toto təşkilatına son dəfə səslənirəm. Bu qiymət artımı təcili geri çək. Qiymət artımı olar. Amma insani ölçülərdə və insani şərtlərdə və olması lazım olan vaxtda olar. Bunu ya avqustda mövsümün əvvəlində edərsən və ya ilin sonunda edərsən. Hər kəsin etdiyi kimi. Bu qiyməti geri çək. Bu qiyməti geri çək. Sabah səhərdən etibarən də şəxsən başda olmaqla minlərlə insan sizə telefon və mail yağdıracaq. Söyləyəcəyimiz sözləri, verəcəyiniz cavabları maraqlı gözləyirik. Və heç birini də qəbul etmirik. Çünki heç bir keçərli əsasınız ola bilməz.